Pəhriz nədir? Pəhriz məsələn hansı bir həkimin yanına gedəndə desin, ay həkim, mən pəhriz saxlamaq istəyirəm, bu mənə zərərdir, ziyandırmı? Əlbəttə gedəcək ki, bütün dünyada olan həkimlər deyəcək ki, xeyirdir. Eləcə də Allah Quranda 2-ci surənin 184-cü ayəsində pəhrizin insan üçün nə qədər xeyirli olduğunu söylüyor. Və 185-ci ayədə isə, 185-ci ayədə, orada Ramazanın 30 günündə deyir. Ramazan sözü var orada. Yəni insan yaranmamışdan öncə Quran var idi və Quranın içərisində Ramazan sözü var idi. Bəs nədir bu Ramazan? Ramazan bir anlamdır. Ramazan oyanış deməkdir. Ramazan diriliş deməkdir. Ramazan çiçəklənən deməkdir. Ramazan gür yağışın yağıb və təbiəti oyandırması deməkdir. Deməli, biz o Ramazanda oruç tutmalıyıq. O Ramazan nə zaman olur? Nə zaman təbiət oyanır? Yazda. Nə zaman torpaq dirilir? Yazda. Nə zaman ağaçlar çiçəklənir? Yazda. Nə zaman gür yağış yağır? Bütün təbiəti canlandırır yazda. Bəzi insanlar deyə bilər ki, payızda da yağır. Amma payızda yağan yağış əksinə təbiəti yatızdırır. Ağaçlar yatır. Yazda isə canlanır. Yəni bu demək ki, Allah bizlərə bu Ramazanın yaz fəslinin 1-ci ayında, 30 günündə bizlərə açıq aydın ayələrdə buyurur. O və ondan sonra, məsələn, martın 20-sindən başlayır yazda Azərbaycanda və aprelin 19-una qədər. Aprelin 19-undan sonra isə 20-sindən yəni 4 haram ay başlayır. Niyə yay fəsli? Çünki Allah Təbarək Təala Quranda bizlərə 4 haram ayı qadağan buyurur. Çöl ovunu qadağan eləyir. O 4 haram ayda çöl ovunun heyvanlarını bala verən vaxtıdır. Kütləvi heyvan qırğını olmasın deyə Allah bizə o 4 haram ayda çöl ovunu qadağan eləyir. Məsəl üçün, dovşanın 8 dənə balası olur, qazır yerin altını gizləyir, gedir ruzi dalınca. Sən onu buranda orada öldürəndə, burada da balası öləcək yaşından. Eləcə də heyvanların boğaz vaxtı olur, öldürə bilərsən çöl heyvanlarını. Ona görə də Allah çöl heyvanlarını qadağan eləyir haram ayda. Hətta bunu dövlətlər də həmin aylarda qadağan eləyir çöl ovunu. Bu da 4 ay dediyimiz Allahın bu Qurandan buyurduğu haram. Amma bu günə qədər insanların oruç tutduğu vaxtlar 10 gün dala gedir. Halbuki sən onu tutmağın heç bir sənə xeyri yoxdur. Və 2-ci surənin 187-ci ayəsində isə bizə Quranda Allah Təbarək Təala söylüyor ki, deyir, siyam, yəni pəhriz gecəsində qadınlarınıza yaxınlıq etmək sizə halal edildi. Onlar sizin libasınızdır, siz də onlar üçün libassınız. Allah bildi ki, həqiqətən siz xəta etdiniz özünüzə və tövbənizi qəbul etdi və sizi bağışladı. İndi onlara yaxınlaşa bilərsiniz. Və axtarın Allahın sizin üçün yazdığını. Ağ xət, qara xətdən bilinənə qədər fəcirdə yeyin, için, sonra pəhrizinizi tamamlayın tərəfinə gecənin. Axşama demir ha, gecənin tərəfinə. Gecə də demir, gecənin tərəfinə. Yəni axşamla gecənin arasında. Bu Allahın hüdududur. Bu Allahın hüdududur. Və adlamayın Allahın hüdudunu. Bəli, Allah'a sonsuz sədəşlər olsun ki, Allah belə ayətlərini bəyan edir ki, insanlar üçün, bəlkə insanlar Allaha layiq olsunlar. İnsanlar isə bugünə qədər görürsünüz ki, 10 gün getməklə, Allah necə ki 9-cu surənin 37-ci ayəsində orada deyir ki, kafirlər bir il bunu halal edərlər, bir il haram edərlər və istəyirlər ki, Allahın qanunda dəyişiklik eləsinlər. Bunu Allah həmin kəsləri kafir adlandırır. Ona görə də Allahın bizlərə Qurandan buyurduğu o siyami, yəni o pəhrizi Allahın öyrətdiyi kimi tutmalıyıq. Ancaq bu 14 əsrdir ki, Məhəmməd Əleyhisselamdan bugünə qədər insanlar pəhriz tuturlar, yəni oruç deyirlər el arasında ona. O düzgün vaxtında tutmurlar, Allahın dediyi vaxtda tutmurlar. İnşallah mən gələn videoda mən sizə o pəhrizin nəyə görə Allah bu vaxtı deyir, onun hamısını mən sizə inşallah izah edərəm. Allah razı olsun, həm də Allah üçündür Rəbbidir aləmləri.